Salam, hörmətli izləyicilər. Milli Məclisdə parlamentdə səhərsiz evlənən bağlı yeni qanun qəbul olunur. Zəhmət olmasa videonu bəyənin və YouTube kanalına abunə olun ki, hamı bilsin. Və mən izahımı verəcəm ki, nə qanundur. Qeyd edin ki, mən hüquqşünas Sağ Seyidzadəyəm. Xəstə olan şəxslər üçün, hamilə qadınlar üçün, yaşlı şəxslər üçün və mənim kimi əlilliyi olan şəxslər üçün telefona hüquq məsləhətləri verirəm. Eyni zamanda ərizələri yazıb e-mail, WhatsApp ünvanına göndərirəm. Mənim telefonum videonun izahı yerində YouTube kanalına qeyd olunub. Eyni zamanda YouTube kanalını çox bilməsini istəyirəm, videonun üzərində var. Bundan əlavə xahiş edin ki, aktiv olun, kanala abunə olun. İmkan daxilində kiminsə imkanı varsa kanala iyanə də etsin. Kart nüməndə qeyd olunub, telefonun bir yerdə. Və yəni keçən mövzuya ki, yəni yeni qanun nədir? Belə ki, biz qanunverici əsasən Cənab Prezident fərman vermişdi ki, torpaq sahələrinin təyinatı dəyişsin. Və belə bir şey var idi ki, insan gələrdi birinci bələdiyyədə səhətləri dəyişərdi. Ondan sonra daşınmaz əmlakın vergisli idarəsinə müraciət edərdi və ondan sonra da bələdiyyə çıxarış ala bilərdi. Amma indi yeni qanuna görə vətəndaş birbaşa bələdiyyədə vergisli idarəsinə müraciət edəcək. Deyəcək, mən yaşılaşdırma məqsədini almışam, əkinçiyin məqsədini almışam və ya bağ məqsədini almışam. İndi onun təyinatını dəyişib eləmək istəyən tikinti, yəni fərdi yaşayış evi eləmək istəyir. Və bunun da əsasında vergisli idarəsi sizə çıxarış verəcək. Hörmətli izləyicilər, nəzərə alın. Artıq qapı-qapı gəzməyə ehtiyac olmayacaq. Qanunverici əgər qəbul olunsa, birinci oxunuşdan mən bildiyim qədər keçib, indi növbəti oxunuşlarda təsdiq olunmalıdır. Əgər təsdiq olunsa, 15 gün ərzində baxıb fikir bildirməlidir və sizin də çıxarışı verməlidir. Ümumilikdə götürəndə hardasa bir ay çəkəcəkdir belə vaxt baxanda, ortaya hesabla. Düzdür, qanunvericilik yazır ki, belə deyək, 15 gün ərzində baxmaq, amma müəyyən hallarda vaxtı artıra bilər. Nəzərəm, bu tək bələdiyyə sənədinə aiddir, eyni zamanda sərəncamda olan evlərə də aiddir və digər sənədlərlə olan evlərə də aiddir. Belə deyək, ev kitabçasına olan evlər var, köhnə evlər var ki, Damarqul klinika deyirlər, yəni ev kitabçası. Eyni zamanda bağlı idarəsinin sənədinə olan evlərə aiddir və digər sənədlərlə olan evlərə aiddir. Artıq çıxarış almaq olacaq. Artıq məhkəmədən, yəni vətəndaşlar yığışacaq, belə deyək. Amma eyni zamanda bir şey qeyd edin ki, əgər sizin bələdiyyə sənədində yazıb ki, icarə, o biraz problem olacaq. İcarənin təyinatını dəyişmək lazım olacaq ondan sonra. Amma onu qeyd edin ki, bu yəni çıxarış müəyyən hallarda imtina verəcək, o hansı hallardır? Baxın, evin yanında əgər neft xətti gedirsə, qaz xətti gedirsə, yüksək gərginlikdə işıq xətti gedirsə, dəmir yol xətti varsa, digər strateji obyektləri varsa, o halda yəni imtina verəcək. Yəni komissiya buna istinad edəcək. Digər hallarda belə çıxarış verilməlidir, hörmətli izləyicilər. Yəni ki, bir məsələni də qeyd edin, qeydiyyatla bağlı. Həmin evlərdə əgər ünvan varsa, siz müraciət edib qeydiyyata düşə bilərsiniz. Bu barədə heç bir problem yoxdur. Yəni, indi də məsələ görəyəm ki, vətəndaşlar yavaş-yavaş hazırlasın, kimin nə sənədi var yıxsın, evlərinə, belə dəvət eləsin, territoriya çəksinlər, bu sənədlər lazım olacaq. Bilirsiniz, özəlləşdirmə haqqında qanunda hüquq müəyyən edici sənədlər qeyd olunub, genişlik, siyahı, sərəncam ola bilər, bələdiyyə sənədi ola bilər, evin territoriya ola bilər və digər sənədlər ola bilər. Nəzərə alın, hörmətli izləyicilər. Və ən əsası da qeyd edin ki, 2007-ci ilə qədər bələdiyyə o sənədlərə, yəni ki, üstünlüyü verəcək. 2007-də misal bilirsiniz, bələdiyyə sənədləri qanunsuzdur vermək. Artıq o kiməsə verirsə, bu qanunsuzdur. Ondan sonrasa növbəti mərhələdə, belə deyək də, əgər icarə müqavilini almışsa, bu halda nə baş verəcək, onu qeyd edin. Artıq qiymətləndirmə haqqında qanunu qüvvəyə minib, qiymətləndirmə idarəsi gəlib qiymətləndirəcək. Məsəl üçün deyəm, torpağın 5000 qiyməti varsa, 5000 qiymət qoyacaq və ondan da sonra belə deyək də, satış həyata keçirir, həracda ala bilirsiniz. Qabaq bələdiyyə satırdı, indi bələdiyyə sata bilməz. Bələdiyyə qiymət müəyyənləşdirə bilməz.
qanunsuzdur. Hörmətli izləyicilər. Nəzərəm. Yalnız qiymətləndirmə idarəsi. Bəlkə sərəncam almış və qiymətləndirmə məsələsi aidiyyəti yoxdur. Birbaşa çıxarış almalıdır. Əgər icra hakimiyyətinə sərəncam almışsınızsa, nəzərəm. Ümumiyyətlə bədiyyədə sənədlərə baxmaq lazımdır ki, nə sənədi var. Sənədlərə fərq var. Kimsə deyir ki, evin sənədləri yoxdur, elə bir şey yoxdur. İstənilən evin, istənilən torpağın bəlkə sənədi var. Sadəcə arxив sənədləri müəyyənləşdirmək lazımdır. Onu da qeyd edin ki, bələdiyyə sənədinə verən torpaq sahələrinin arxivdə 90% sənədləri yoxdur. Yalnız bələdiyyədə var. Bələdiyyədə bundan bağlı arayiş verir. Nəzərə alın. Hörmətli izləyicilər. Yəni sizin əlinizdə ola bilsin ki, o vaxtı belə bir adət var idi. Həm icra sənədi verir, həm də vətəndaş gedib təzədən bələdiyyədən sənəd alırdı. Axtarın o icranın sənədini, hörmətli izləyicilər. Axtarın ki, sizə lazım olacaq. İcranın sənədi bələdiyyə sənədindən daha yaxşıdır. Nəzərə alın. Ola bilsin, başqa bir qohumumuzun adına ola bilər, valideynin adına ola bilər, babaannələrin adına ola bilər, fərqi yoxdur. Onu rəsmiləşdirmək olur. Onu rəsmiləşdirməkdənsə daha yaxşıdır. Bələdiyyə sənədini rəsmiləşdirməkdənsə. Nəzərə alın, hörmətli izləyicilər. Əsas məsələdən biri budur. Bələdiyyə sənədi biraz nübarsə olur, amma icra sənədləri nübarsə olmur. İcra sənədləri hətta indi belə qanun qəbul olmasa da məhkəmə qaydasında onu təsdiq etdirmək olur, çıxarış almaq olur. Nəzərə alın, hörmətli izləyicilər. Ətraflı məlumat üçün qeyd edin ki, mənim telefon nömrəm videonun izahı yerində YouTube kanalında qeyd olunub. Eyni zamanda YouTube kanalı şort bölməsində istənilən videonun üzərində var. Əgər saxlaya bilərsiniz. Dediyim kimi, mən də əlilliyi olan şəxsəm. Telefona hüquq məsləhətlər verirəm və ərzəyə yazıb e-mail, WhatsApp ünvanına göndərirəm. Hörmətli izləyicilər. Mən sizdən bir xahiş etmək istəyirəm. Kimin nə sualı varsa WhatsApp-a səslə göndərsin. Eyni zamanda imkan daxilində hörmətli izləyicilər. Videonu bəyənin, YouTube kanalına abunə olun ki, abunə sayı artsın. Yəni mən verdiyim məlumatlar barədə insanlar xəbər tutsunlar. Mənə dəstək olun. Bilirsiniz, belə deyək, videonu bəyənmək və YouTube kanalına abunə olmaq havayı bir şeydir. Yəni buna görə pul gelmir. Amma həvəzində YouTube mənə ödəniş edə bilər. Nəzərə alın, hörmətli izləyicilər. Gəlin aktiv olaraq biraz abunə sayını artıraq. Bunu əlavə qeyd edin ki, mənim şotla bir yerdə 1406 videom var. İstər əmək bölgüsü olsun, istər sənədsiz evlərin çıxarışına bağlı olsun, istər sosial yardımla bağlı olsun, istər uşağın ünsiyyətinə bağlı olsun, istər pensiyayla bağlı olsun, istər amətlə bağlı olsun və digər məsələlərlə bağlı olsun, tanış ola bilərsiniz. Ona görə kanala abunə olun, orada zingoro işarəsini aktiv edin ki, növbəti videoya gələndə xəbəriniz olsun. Diqqətinizə görə sağ olun, hörmətli izləyicilər. Sağ olun.